Salam, hər vaxtınız xeyir olsun. 9-cu sinif buraxılış imtahanına düşən maraqlı bir məsələnin izahına baxırıq. Bizə deyirlər burada, 2 qutuda birlikdə 50 kiloqram qənd var. Hər gün birinci qutudan 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra qutularda bərabər miqdarda qənd qaldı. Əvvəlcə birinci qutuda neçə kiloqram qənd var idi? Birinci qutunu x götürək. Birinci qutuda əvvəlcə x kiloqram qənd olsun. İkincidə y. Cəm burada 50 kiloqramdır. Və deyirlər hər gün birinci qutudan 3 kiloqram götürürlərsə 6 gündə 18 kiloqram götürərlər. Və ikinci qutudan da hər gün 2 kiloqram qənd götürürlərsə 6 gündə 12 kiloqram götürürlər. Və deyirlər 6 gündən sonra bunlar bərabər oldu. Bərabərləşdiririk. Belə bir sistem qurduq. Həll eləyək bunu. X plus y bərabərdir 50-dir. Y atırsan sol tərəfə alınır x çıx y bərabərdir. 18-i də sağa atırsan alınır 6. Tərəf-tərəfə toplayırsan alınır 2x bərabərdir 56. Buradan da x bərabər deyilir. 56-nı 2-yə bölürsən 28 kiloqram. Deməli, birinci qutuda əvvəlcə 28 kiloqram qənd var imiş.